Əbu Umamə radiyallahu anhu buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm belə buyurdu. Mə zallə qovmun bə'də hudə. Hidayətdən sonra, hidayət olandan sonra, hidayətləri üzərində olan qövm azmadı. İllə ətəv əl-cədəl. Yəni onlar və ya illə utul cədəl. Yəni onlar mübahisəyə getdilər. Yəni həlak olma səbəbləri hidayətdən sonra hansı ki o hidayətin üzərində idilər, o hidayətdən azma səbəbləri mücadilə eləmək oldu. Mübahisə eləmək. Sonra alimlər bu ayəni gətirirlər ki, mə darabuhu ləkə illə cədələ. Ey Muhammed, onlar sənə bu misalı yalnız mübahisə eləmək üçün çəkirlər. Bəlhum qovmun xasimun. Onlar mübahisəni sevən qövmdür. Bunlar da müşriklər idi. Peyğəmbər sallallahu aleyhi və səlləmə demək istəyirdilər ki, bizim ilahlar xeyirlidir, yoxsa İsa xeyirlidir.